Hər vaxtınız xeyir. Sosnikləri mütləq bu reseptlə hazırlayın. İçərisini sizə göstərirəm. Görürsünüz necə gözəl köpük xəmir və içərisi, içliyi çox gözəl alınıbdır. Yumşaqlığı da öz yerində. Hazırlama qaydasını göstərirəm sizə. 500 qram kəsmik, 2 yumurtanın ağı, 200 qram şəkər və 1 paket vanilin və üzərinə də 3 xörək qaşığı manna əlavə edirəm. Yəni irmik desək. Əlavə etdikdən sonra yaxşı-yaxşı qarışdırıram və 30 dəqiqə gözlədirəm bir kənarda ki, manna içərisində şişsin. Xəmirinə isə 200 qram yağ, 200 qram şəkər, yağ mütləq yumşaq şəkildə olmalıdır. Görürsünüz, mən çəngəllə əzdikdə yağın yumşaqlığını özünüz görürsünüz. 1 paket vanilin və yağla şəkəri yaxşı-yaxşı qarışsın deyə biraz qarışdırıram. Ardından 6 xörək qaşığı smetan əlavə edirəm. Smetanın faizindən asılı olmayaraq istədiyiniz faizə götürə bilərsiniz. Onu da yaxşı-yaxşı qarışdırdıqdan sonra üzərinə 2 yumurtanın sarısı, hansı ki əvvəlcə bu 2 yumurtanın ağını da biz kəsmiyə əlavə etmişdik və onu da yaxşı-yaxşı qarışdırıram. Bir çimdik duz əlavə edirəm. Daha sonra ununu əlavə edirəm. Mən 800 qram undan istifadə etdim. Buna baxmayaraq mütləq xəmirin kıvamına baxmaq lazımdır. Çünki unun növündən asılı olaraq miqdar dəyişə bilər. Xəmiri bu şəkildə yoğurdum. Əvvəlcədən dedim ki, xəmirin içərisinə 800 qram un əlavə etmişəm. İndi əlavə etdiyim un da onun içərisinə aiddir. Burada videoda düşməyib mən xəmirin içərisinə qaşığın ucunda, çay qaşığının ucunda soda əlavə etmişəm. Bir də bir paçka qabartma tozu əlavə etmişəm. Qabartma tozunu da əvvəlcə bir xörək qaşığı smetana əlavə etdim, sonra əlavə etdim bura. Və xəmiri yumşaq halda gördüyünüz kimi xəmirin kıvamı bu şəkildədir. Üzərinə salafan əlavə edirəm və qoyuram soyuducuya 15 dəqiqə gözlədirəm. Burada gördüyünüz kimi kəsmiyim mənim biraz sulu alınıb, ona görə də heç bir qorxusu yoxdur. Bura 2 xörək qaşığı manlı və 2 xörək qaşığı un əlavə edib qarışdırıram. Bir 5 dəqiqədə gözlədikdən sonra xəmiri soyuducudan çıxarıram və bu şəkildə yayıram. Xəmirin indi isə qalınlığı, nazikliyini sizlərə göstərəcəm necə olmalıdır. Bir də onu deyim ki, əgər kanalıma ilk dəfə giriş etmişsinizsə və yeni videolarımdan məlumatınız olması üçün kanalıma abunə olun və yeni videolarımı ilk siz görün. Burada xəmiri göstərirəm, qalınlığı bu şəkildə olmalıdır və məndə belə bir alət var. Bu alət vasitəsilə belə yumrular kəsirəm. Kəsib qurtardıqdan sonra soba qabına yağlı kağızı sərirəm və içliyi içərisinə qoyuram. Bu şəkildə də yavaş bir şəkildə ağzını bağlayıram. Bu şəkildə yenə edirəm. İçərisinə içlik qoyuram. Yenə də yavaş şəkildə ağzını örtürəm. Daha sonra mən bura üzəri üçün 2 yumurta sarısından və üzərinə də 2 xörək qaşığı süd əlavə edib üzərinə çəkirəm. Tam hamısının üzərinə çəkdikdən sonra isə çəngəl vasitəsilə, çəngəlin ucu hissəsi ilə bəzəklər verirəm. Bir şey də deyim ki, mən burada yumurta sarısını 1-2 dəqiqə gözlədirəm. Üzərinə yenidən ikinci dəfə bir də çəkirəm. Onda daha yaxşı rəngli alınır, yəni qızartıq şəkildə olur üzəri. İşləmin hamısını qurtardıqdan sonra göndərirəm sobaya, 180 dərəcədə bişirirəm. Gördüyünüz kimi videonun əvvəlində də göstərdim. Çox gözəl, yumşaq alınıb, çox gözəl də köpübdür xəmirlər. Bu reseptlə mütləq yoxlayın. İzlədiyinizə görə təşəkkür edirəm.